Hər vaxtınız xeyir. Hal-hazırda izlədiyiniz bu qısa videonu mən sonradan çəkirəm. Bu qısa videonu əsas videoya, yəni uzun videoya montaj edəcəm. 1-2 dəqiqəlik video olacaq, reklam xarakterli olacaq və buna görə də əvvəlcədən üzrxahlığımı qəbul edin. Nə deyəcəkdim? MİQ və ya sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimlərimiz üçün tam paket dərslərimiz artıq aktivdir. Tam paket dərslərimizə qoşulmaq üçün və ya tam paket dərslərimiz haqqında ətraf şəkildə məlumat almaq üçün çəkinmədən bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Qısa məlumat verəcəm ki, tam paket dərsləri nədir və onu da qeyd edim ki, bundan sonra izləyəcəyiniz o uzun videoda hələ tam paket dərslərimizdən biridir. Tam paket dərslərinə qoşulduqda siz baza dərslərini əldə etmiş olursunuz. Birinci, baza dərsləri. Baza dərsləri nədir? Sizə lazım olan bütün riyazi bazanı tam formalaşdırmaq üçün olan video dərslər və tapşırıqlardır. Hansı ki, siz orada natural ədədləri, onluq kəsirləri, adi kəsirləri, müsbət mənfi ədədləri, modulu, tənlikləri, əməllər sırasını və s. əbobu, əkobu, hər bir bizə lazım olan riyazi bazanı, yəni ki, ibtidai sinif müəllimləri səviyyəsində lazım olan riyazi bazanı formalaşdıran video dərsləri 26 dənə video dərsdir və tapşırıqlar da həmçinin öz yerində. Onları əldə etmiş olursunuz. Ondan sonra sizə lazım olan proqrama aid, yəni imtahan üçün nəzərdə tutulan proqrama aid bütün mövzuların ətraf şəkildə mövzu izahını əldə etmiş olursunuz. MHM kitabının sonuncu nəşr, yəni 2025-ci il nəşr kitabı olan Qara Üzlü, üstündə 2025 yazılıb. Həmin kitabın başdan ayağa bütün mövzularının və bütün testlərinin dənə ətraf şəkildə izahını əldə etmiş olursunuz. Başqa nə? Çoxlu sayda sınaq əldə etmiş olursunuz. 100-ə yaxın sınaq var, mövzu sınaqları, qarışıq sınaqlar. 100-ə yaxın sınaq var, hərəsində ən azı 20 sualdan 2000 sual və sınaqların da hər birinin dənə-dənə ətraf şəkildə izahını əldə etmiş olursunuz. Bundan əlavə də bizim aktiv WhatsApp qrupumuza qoşulursunuz, hansı ki, hansısa mövzuda və ya hansısa bir video izahı izləyirsiniz, amma yenə də sizə aydın deyil və ya hər hansı bir sualınız yanında və ya hər hansı bir başqa bir materialdan işləyirsiniz, o materialdan hansısa məsələni həll edə bilmirsiniz. Həmin WhatsApp qrupu da 24 saat aktivdir, yəni günün istənilən vaxtı yaza bilərsiniz. Mütləq şəkildə mən gün ərzində həmin suala ətraflı şəkildə cavab verirəm, ta həmin şəxs başa düşənə kimi. Vəssalam. Mən indi bacardığım qədər vacib məlumatları qeyd edim. Daha ətraflı məlumat üçün yenə bu əlaqə nömrəsinə 077 325 70 77 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Vaxtınızı aldığım üçün üzrlüsən, keçirik əsas videomuza. Hər vaxtınız xeyir. Bu dəfəki videomuz çevrilmələrə aid mövzu izahıdır. Çevrilmələr deyəndə təbii ki, biz nə öyrənməliyik? 100%. Ölçü vahidlərini. Çünki bu çevrilmə hələ ölçü vahidləri arasındakı çevrilmədir. Yəni bir ölçü vahidini digərinə çeviririk. Ona görə bunun adını çevrilmə deyirlər də. Yəni biz bu mövzuda ölçü vahidlərini öyrənməliyik. Ölçü vahidləri ümumi anlayışdır. Bəs bu ölçü vahidləri deyəndə nələr nəzərdə tutulur? Uzunluq vahidləri, sahə vahidləri, həcm vahidləri, kütlə vahidləri, zaman vahidləri, sürət vahidləri. Bu 6 dənəni biz bu videoda, mövzu izahında, bu video izahında mükəmməl şəkildə, detallı şəkildə öyrənəcəyik. Bilənlər təkrarlayacaq, bilməyənlər öyrənəcək. Öyrənəndən sonra artıq növbəti videoda burada öyrəndiyimiz bilikləri tətbiq edərək çevrilmələrə aid çoxlu sayda testlər və tapşırıqlar işləyəcəyik və tətbiq etməmizi də, yəni mövzunu öyrənmişik, onu tətbiq etməni də biraz da təkmilləşdirib, praktikləşdirib, özümüzü mükəmməlləşdirəcəyik və bizim üçün çox asan bir mövzu olacaq həmin bu çevrilmələr. İndidən rahat şəkildə mövzu izahını izləyin və testləri də işləyəndə görürsünüz ki, çox asandır. Vaxt itirmədən keçirəm artıq mən mövzuya. Nə demişdim? Ölçü vahidlərini öyrənməliyik. Ölçü vahidləri üçün nə demişdim? Uzunluq vahidləri, sahə vahidləri, həcm vahidləri, kütlə vahidləri, zaman vahidləri, sürət vahidləri. Birinci uzunluq vahidləri demişdim də, keçdik uzunluq vahidlərinə. Bunu 90% bilirsiniz. Mən yenə də qeyd edirəm detallı şəkildə ki, uzunluq vahidləri deyəndə ölçmək üçün də tutaq ki də mən bu kitabın uzunluğunu ölçmək istəyirəm. Necə ölçürük? Normal həyatda bilirsiniz. Santimetr deyirik, 10 santimetrdir və ya otağı ölçürük deyirik. 4 metrdir eni, 6 metr uzunluğudur və s. Düzdür? Deməli, ölçü vahidləri hansılardır? Yazıram bura. Millimetr, santimetr, desimetr, metr və kilometr. 5 dənə yazdım da. Bu 5 dənəni bilməlisiniz. Bilənlər heç, tezə öyrənənlər üçün məsləhət bilirəm ki, bu 5 dənin hansı ardıcılıqla yazmışıqsa soldan sağa doğru, o formada düzgün ardıcılıqla əzbərləyin. Millimetr, santimetr, desimetr, metr, kilometr. Niyə ardıcılıqla əzbərlik kirası? Nə fərq var? Millimetr, kilometr desəm olmaz. Olar olmaqla normalda. Amma tezə öyrənənlər üçün nə istəyirəm ardıcılıqla öyrənin? Çünki biz burada kiçikdən
böyüyə doğru düzmüşük kiçik ölçü vahidinə. Yəni millimetr boboyda şeydir, metr boboyda şeydir, kilometr daha böyük şeydir. Yəni get-gedə böyüyür. Yəni bu ən balacaçıdır. Bu ondan böyükdür. Desimetr santimetrdən böyükdür. Metr desimetrdən, kilometr metrdən böyükdür. Düz ki, yaxşı. Problem yoxdur öyrənək ki, öyrənməlisiniz, öyrənməlisiniz. Bu cür öyrənməlisiniz. Sayında nə bax 5 dənə şey ardıcıl saya bilmirsiniz. Millimetr, santimetr, desimetr, metr, kilometr. Saydınız, öyrəndiniz. Sən razı bunu öyrəndik. Elə sən orada təkrarladın ki, biz öyrəndik. Deyirəm lap yaxşı. İndi bunların arasındakı nisbətləri yazıram, çox asan yadda qalacaq. Millimetr, santimetr hər biri 10 dəfə. Bax, yəni hər biri, yəni santimetr millimetrdən 10 dəfə böyükdür. Desimetr santimetrdən 10 dəfə böyükdür. Nə var bunu öyrənməyə? Metr desimetrdən 10 dəfə böyükdür. Hə, bir dənə axırda kilometrlə metrin arası 1000-dir. Yəni kilometr metrdən 1000 dəfə böyükdür. Bu qədər sadə. Yəni hələlik birlərlə başlayın, vahidlərlə. Məsəl üçün, mənə desə ki, 1 desimetr neçə santimetrdir? Mən də baxım, desimetrin santimetr arası 10'dur da. Yəni desimetr santimetr 10 dəfə böyükdür. Çünki 10 santimetr. Yəni 1 desimetr 10 santimetrdir. Və ya desə ki, 1 kilometr neçə metrdir? Deyirsən ki, kilometrlə metr arası 1000 də 1000 metrdir. Bu öz yerində. Burası asan hissəsi dedim. O çətin hissə yoxdur. Nisbətən çətinlədirəcəm də indi sizə. Düzdür ki, burada problem yoxdur. Artıq mənə 1 ilə desələr rahat çevirəcəm. İndi mən sizə bir dənə vacib məqamı qeyd edəcəm. Bu təkcə uzunluq vahidləri üçün deyil, bütün ölçü vahidləri üçün nəzərdə tutulur. Yadda saxlayın ki, hər hansı böyük ölçü vahidini kiçik ölçü vahidinə çevirəndə vururuq. Nə demək istədiyimi göstərəcəm. Kiçik ölçü vahidini böyük ölçü vahidinə çevirəndə bölürük. Ne deyirsən, razı? İndi daha dəqiq sizə başa salacağım. Bax, məsəl üçün, mənə deyirlər ki, 5 desimetr neçə santimetrdir. Düzdürmü? Mən də deyirəm ki, desimetrlə santimetrin arasındakı nisbət 10'dur. Yəni biri digərinin 10 dəfə böyükdür. İndi mən 5'i ya 10'a vurub bura 50 yazmalıyım, ya da 5'i 10'a bölməliyəm. Başqa bir şey yoxdur. Yəni çevirmədə burada ədəd yazıram, bunu buna çevir. Çevirmədə çox asan şeydir. Sən bunların arasındakı nisbəti bilsən ki, nisbəti bilmək asan, hamısı arasında 10'dur. Bir dənə metrlə kilometr arasında 1000'dir. Sən bunu bilsən, deyirsən ki, şurada, yəni buradakı ədədi ya həmin o aralarındakı münasibətə, yəni nisbətə, yəni 10'dur, 100'dur, neçədirsə də, həmin o ədədə ya vurmalıyam, ya bölməliyəm. İki seçim arasındasan. Onu da seçmək üçün sənə bu lazımdır. Deyirsən ki, hə, bax desimetr santimetrdən böyükdür. Mən soldan sağa əzbərləmişdim. Bax, desimetr sağdadır, santimetr soldadır. Get-gedə böyüyür də. Deməli, desimetr böyükdür. Yəni mən böyüyü kiçik ölçü vahidinə çevirirəm. Düzdürmü? Böyük ölçü vahidini kiçik ölçü vahidinə çevirirəm. Onu da vurmalıyam. Vəssalam. Bax, böyük kiçiyə çevirəndə vururlar. Bax, bunun üçün deyirdim. Bunların da arasındakı nisbət 10 olduğu üçün 5'i 10'a vuracağım, bizim cavab 50'dir. İşte birdən məndən soruşsaydılar, məsəl üçün 100 santimetr neçə desimetrdir? Yəni də baxırsan ki, desimetrlə santimetr arasındakı nisbət 10'dur da. Eyni şeydə desimetr, santimetr, desimetr, santimetr. Amma bu dəfə sənə deyirlər ki, santimetri desimetrə çevir. Yəni, santimetr əlimdə hazır var da 100'dür. Sən santimetri desimetrə çevirsən. Yəni, kiçiyi böyüyə çevirsən. Çünki santimetr kiçikdir. Ədədə rejimə deyil. Mən bunlara baxıram ki, hansı kiçikdir, hansı böyükdür. Mən də əzbər bilirəm axı. Bilirəm ki, santimetr balacadır, desimetr ondan sonra gəlir böyükdür. Yəni, mən balacanı böyüyə çevirirəm. Yəni, kiçiyi böyüyə çevirəndə bölürsən. Nəyə? Aralarındakı münasibətə dəvəsən. Bu vur, böl, o deməkdir. Buradakı ədədi bu dəfə 100'ü 10'a böləcəm. Vəssalam. Yəni, cavab olacaq 10 desimetr. Yəni, 100 santimetr 10 desimetr. Çətin bir şey var burada. Bunu yadda saxlayın. Yəni ki, böyüyü kiçiyə çevirəndə vururuq, kiçiyi böyüyə çevirəndə bölürük. Bu ikisini bir düz 5'dir. Bir də ki, bundan sonra öyrənəcəyimiz ölçü vahidlər arasındakı münasibəti. Yəni neçə dəfədir. O da çox asan şeydir, əzbərlənəsi şeydir. Çətin bir şey yoxdur. Əzbərləməyi də belə asandır. Vəssalam. Hə, bu qədər asandır. Asandır asılmamağına, amma əlavə tip suallar da var təbii ki. Onları deyim sizə. Deyəcəksiniz ki, Rasim, sən yan bayanlara dedin, bunu bildim. Amma mənə sual versələr ki, 1 metr deyim. Qoyaq ki, 1 ilə başlayayım da. 1 metr neçə millimetrdir? Neçə millimetrdir? Axı, mən metr burada, millimetr burada, yan bayan onda bilirdim 10'dur. Biz biri burada, biri burada, mən onu necə tapım? Necə? Bax, metrlə millimetri soruşsa səndən, bax, bunları bir-birinə vur. O metrə gedəndə kiminə gəlirdi? 10. Sonra bir dənə də 10, 100, bir dənə də 10, 1000. Yəni ki, 10 vur, 10 vur, 10, neçə 1000. Deməli, 1 metr 1000 millimetrdir. Yəni, dolayısıyla təbii ki, səndən 5 metri soruşsalar, deyirsən ki, 5 metr də 5000 millimetrdir. 5'i vuracaqsan 1000'ə. 5000 millimetrdir. Və ya bir dənə nümunə göstərim. Məsələn, məndən soruşurlar ki, 1 desimetr
neçə millimetrdir? Yan bayan deyirlər axı millimetrinə. Bunun yanında santimetr var. Deyirəm desimetrdən millimetrə gedənə kimi belə getmirsən, atdım. Hər attım bu bir-birinə vur. Buradan bura 10'dur, buradan burada 10'dur. Ona vur 100. Deyirsən onda 1 desimetr 100 millimetrdir. Deyirsən biri 100'ə vurdum da, başa düşürsünüz? Nös vurdum bəlkə bölməyə də razı. Bax onu da öyrənmişəm axı. Böyüyü kiçiyə çevirəndə vururlar. Desimetr millimetrdən böyüdür. Yəni mən böyük ölçü vahidi, kiçik ölçü vahidini çevirəndə vururam. Ha işte məndən soruşsaydı ki 1 millimetr neçə desimetrdir? Yenə də eyni məntiqlə millimetrdən desimetrə gələndə addımlara basıram 10 vur, onda 100. 100'dür. Amma bu dəfə biri 100'ə vurub deməyəcək demək 1 millimetr 100 desimetrdir. Çünki mən baxıram ki millimetri desimetrə çevirirəm mən. Yəni bu məlumdur, bu məlumdur. Millimetri desimetrə çevirəm. Millimetri desimetrdən balacadır, soldadır. Yəni balacanı böyüyə çevirəm. Kiçik böyüyə çevirəndə nə edirdik? Bölürdük. Bu dəfə biri 100'ə yox, biri 100'ə böləcəyik. Cavab 100'də 1 desimetr olacaq. Bu qədər sadə. Yaxşı. Daha çox testlər, tapşırıqlar növbəti videoda işləyəcəyik onsuz. Buna kimi çətin bir şey yoxdur ki, bax tezdən uzunluq vahidlərini sizin üçün ümumiləşdirirəm. Siz bunların arasındakı münasibəti bilməlisiniz. Çətin bir şey də yoxdur. 5 dənə əzbərləyirsiniz kiçikdən böyüyə doğru. Hər birinin arasında 10'dur. Bir dənə axırda metrlə kilometr arası 1000'dir. Sizdən soruşanda biraz uzaqları sən yenə də attın varsa, məsələn metrlə millimetri soruşanda sən metrdən millimetrə gəlsən 1, 2, 3 dənə attın, 3 dənə 10 var hər attığında vur bir-birinə. Məsəl üçün desələr bunu da göstərirəm. Bax 1 kilometr deyir ki, neçə desimetrdir. Gəldi kilometrin desimetri attım atırsan 1, 2. Nə oldu? 2 attım. Amma bir attımda 1000 yazmışsan, bir attımda 10. Yəni attımdakilər bir-birinə vursan, 1000'ə 10'a vursan olur 10.000 deyəsə verirdim desimetrə. 10.000 desimetr. Və salam. Yaxşı. Yəni soldan sağa doğru əzbərlədik. Aralarındakı nisbətləri bildik. Çevirmələrimiz çox asandır. Artıq burada çaşmırıq. Bunu da öyrəndik ki, böyük ölçü vahidini, bu ümumi hamısına aiddir. Böyük ölçü vahidini, kiçik ölçü vahidini çevirəndə vururuq. Yəni ki, bu münasibətlərə vururuq. Kiçiyi böyüyə çevirəndə bölürük. İki dənə şey var da, ya vurmadır, ya bölməlidir. Bir dəfə çaşarsan, iki dəfə çaşarsan, amma sən bunu hər dəfə özün-özü təkrarladıqca sən beynini tam oturacaq ki, böyüyü kiçiyə çevirəndə vururdum, kiçiyi böyüyə çevirəndə bölürdüm. Deməli, uzunluq vahidlərindən çox uzatmaq istəmirəm, keçək. Çünki başqa şey də yoxdur. Çətin bir şey də yoxdur ümumiyyətlə. Uzunluq vahidlərini biləndən sonra sahə və həcm vahidləri sizin üçün heç nədir. Heç nə. Çünki sahə vahidləri də hələ uzunluq vahidlərinin tayıdır. Sadəcə üstündə kvadrat yazılır. Yəni, məsəl üçün kvadrat, bayaq santimetr, lap yazıram bayaqkiləri. Millimetr, bayaq belə idi, millimetr, santimetr, desimetr, metr, kilometr idi. Düzdür, bayaq belə döyürdü. Hə, indi eyni şeydir, sadəcə üstündə kvadrat olur. Kvadrat millimetr, kvadrat santimetr, kvadrat desimetr, kvadrat metr, kvadrat kilometr. Yəni sahə vahidləri budur. Üstündə 2 olmayanda uzunluq vahididir. Bu isə sahə vahididir. Kvadrat millimetr, kvadrat santimetr, kvadrat desimetr, kvadrat metr, kvadrat kilometr. İndi oturaq bir də bunların arası münasibəti əzbərləməyə ehtiyac yoxdur. Çünki eyni şeydir. Bayaq necə eyni şeydir ha? Bayaqları bunların arası belə getmirdi. 10, 1000. Düzdür? Bu da eyni şeydir. Amma sən nəzərdə saxla ki, bunların arasında var, kvadrat var. Yəni burada 10 yox, 10'un kvadratı olacaq bu dəfə 100. Yəni sən onsuz bunu bilirsənsə metr, santimetr, desimetr, metr, kilometr. Bu da onun tayıdır. Və kvadratı yüksəlt də. Metrlə bilirsənsə, yəni bayaqki uzunluq vahidləri bilirsənsə, o cür yadıma sal kvadratı yüksəlt. Yəni də bunlar arası 10 deyildi. Bax indi kvadrat 10'un kvadratı 100 olur. Deməli bu dəfə 100 dəfə aralığında nisbət var. Bunlar arası 10 deyildi. Bax 10'un kvadratı 100. Bunlar arası bayaq nə idi? 1000. Onda 1000'in kvadratı neçə idi? 1000 vur 1000 1 milyon edir. Yəni 1 milyon. Vəssalam. Bunu da əzbərləməyə ehtiyac yox imiş. Düzdürmü? Sən birincinə öyrənmisənsə uzunluq vahidlərini, sahə vahidləri sənin üçün oldu heç nə. Gəl birbaşa keçək suallarına. Bax məsəl üçün mənə sual verir ki, 5 kvadrat santimetr neçə kvadrat millimetrdir? Kvadratları görəndə çox adam var qorxudur. Ayda kvadratla mən çəkəm. Onu şaşırsan, kvadratları görmə. Mən sənə deyirəm ki, bax santimetri millimetrə çevirməlisən. 1 santimetr neçə millimetr? Deyirsən ki 10. Onu bilirəm uzunluq vahidindən ki 10'dur. Deyirəm, əla kvadrat da olanda onun kvadratı neçə edir? 100. Deyirsən, 100 və salam. Deməli, indi sən 5'i ya 100'ə vurmalısan, ya da 5'i 100'ə bölməlisən. Çünki qaydamız eynidir. Ya 100'ə vurursan, ya 100'ə bölürsən. Yəni 100 deyəndə aradakı münasibətə ya vurursan, ya bölürsən. Başqa şey yoxdur. Nə vaxt vururduq? Böyüyü kiçiyə çevirəndə vururduq, kiçiyi böyüyə çevirəndə bölürdük. İndi burada santimetr təbii ki millimetrdən böyüdür. Mən böyüyü kiçiyə çevirəmsə, deməli 5'i 100'ə vuracağım, cavab olur 500 kvadrat millimetr. Lap bir dənə də göstərək. Məsəl üçün 17 kvadrat metri bir çevir kvadrat santimetrə. Deyirsən ki, yəni kvadrat məsələ, çoşma, sən uzunluq vahidini bilsənsə bu heç nə sənin üçün. 1 metr, kvadratlara fikir vermə. 1 metr neçə santimetr idi? Onu bilirəm, Rasim, 100. Sən də sanda. 1 metr 100 idisə, onda 1 kvadrat metr
100-ün kvadratı olmalı. Yəni metri santimetr çevirəndə 100-dürsə, kvadratı kvadrat santimetr çevirəndə kvadrat desən, deyil, 100-ün də kvadratı olur bunların münasibəti. 100-ün kvadratı 10 min edir. Yəni 100 vur 100 10 min. Deyirəm dostlar, deməli 17-ni ya 10 minə vurmalısan, ya 10 minə bölməlisən. İndi burada mən baxıram ki, metr santimetrdən böyükdür. Bax, böyük də sağdadır, santimetr buradadır. Deyirəm, onda böyüyü kiçiyə çevirəndə vururduq. Kiçiyi böyüyə çevirəndə bölürdük. Yəni mən 17-ni 10 minə vurmalıyam. 17-ni 10 minə vuranda cavab olacaq 170 min kvadrat santimetr. Vəssalam. Tərsinə soruşsaydı, məsəl üçün 17 kvadrat santimetr neçə kvadrat metrdir? Bu dəfə nə edəcəkdim? 17-ni 10 minə böləcəkdim. 10 minə. Cavab kəsin nəzərində alındı, çaşıb qalmışsınız, kəsir bilirsiniz də. Yazın götürün, vəssalam. Cavab budur. 17 böl 10 min. Çətin bir şey var burada? Yoxdur. Yəni nə verir versin, sən uzunluq vahidində necə çevirirdinsə, necə böyük kiçiyə vurmaq, böyük kiçiyə çevirəndə vurmaq, kiçiyi böyüyə çevirəndə bölmək, 1 metr. Bunlar eyni şeydir. Sadəcə yadda saxla ki, uzunluq vahidində öyrəndimsənsə 1 metr 100 santimetrdir. Kvadrat nə olur? 100-ün kvadratı. Başqa bir ölçü vahidinin arası 10-dursa, kvadratla deyir 10-un kvadratı. 1000-dirsə araları normalda uzunluq vahidi kimi baxanda, amma üstlərində kvadrat varsa onda 1000-in kvadratı. Yəni hər kvadrat yüksəldirsə, vəssalam. Eyni qaydanı da həll edirsən. Hə, bunu sileyim. Sadəcə sahə vahidlərində 1-2 dənə əlavə ad var. Onları deyirəm sizə ki, bunları da çoxunuz eşitmisiniz. Yadda saxlayın. 1 hektar, belə bir sahə vahidi də var. 1 hektar 10.000 kvadrat metrdir. Yəni sadəcə bunu əzbərində saxla. Bir də 1 ar var. 1 ar, hətta bunun adına 1 sot da deyirlər, onu hində yazın. Bəzən 1 ar yazarlar, bəzən 1 sot yazarlar. Normal həyatda eşitmisiniz. 6 sot həyitim var, 5 sot həyitim var. Həmin o sotdur. Arla sot eyni şeydir. 1 ar və ya 1 sot bərabərdir 100 kvadrat metrə. Vəssalam. Bu ikisini əzbərlə. 1 hektar ha yazılır. 10.000 kvadrat metrdir. 1 ar və ya 1 sot 100 kvadrat metrdir. Bunları əzbərlə. Bir də bu ikisinin arasındakı münasibət, bu da heç əzbərləməyə ehtiyac yoxdur. 1 hektar bərabərdir 10 ar. Belə bir münasibət də var. Bunu da əzbərlə. Necə əzbərləsin? 10 yazdım, üzr istəyirəm. 100 ar. 100 ar. Çünki 1 hektar 10.000 deyil, 1 ar da 100 deyil. Deməli 100 dənə 100, yəni bu 100-ü 100-ə vuranda 10 min eləyir. Yəni 100 dənə ar, bir ar 100-də axı. 100 dənə ar, yəni 100 dənə 100 birləşəndə 10 min olur da. Düz deyil. Yəni 100 dənə ar 1 hektar demək. Çünki 1 hektar 10 min də axı. 1 hektar bərabərdir 100 ar. Tezdən deyirəm. 1 hektar 10 min kvadrat metrdir. 1 ar 100 kvadrat metrdir. 1 hektarda 100 ardır və ya 100 sotdur. Bunu da yadda saxlayırsınız. Sahə vahidlərlə də işimiz bitdi. Yəni burada çevrəndə o hələ belə göstərəndə sənin tezə uzaqmış 5 hektar neçə kvadrat metrdir? Sizin 1 hektar 10 minsə 5 hektar 5 vur 10 mində 50 min. Yəni burada çətin nə var ki, onu suallara tətbiq edəcəyik. Deməli bu da qutardı. Keçirik həcm vahidlərinə. Deyirsən, oyda həcm vahidi. Həcm vahidləri bunlardan da asan. Sən artıq uzunluq vahidlərini bilirsən, hə? Sahə vahidlərini bilirsən şu kimi. Sən ürəyin rahat oldu, Hasan imiş. Həcm vahidləri onların tayı. Həcm vahidləri də eyni formada. Bax uzunluq vahidini öyrənmişdik. Millimetr, santimetr, desimetr, metr, kilometr. Düzdür, bunları öyrənmişdik də. Sahədə üstə kvadrat yazırdıq. Düzdür, 2 qoyurduq. Sahə vahidləri olurdu. İndi üstünə 3 qoyacaq. Bu da oldu həcm vahidləri. Kub. Yəni kub millimetr, kub santimetr, kub desimetr, kub metr, kub kilometr. Bu da oldu həcm vahidləri. Bu da onun kimi. Yəni sən bilirdinsə ki, məsəl üçün 1 santimetrlə millimetrin arası 10'dur. Bu dəfə kub var axı, onun kubudur. Yəni bu dəfə bu nasıl ki, nisbət 1000'dir. Bayaq 10 deyildi, normalde santimetr desimetrin arası. Üstündə kub olanda 10'un kubu olur da, yəni 1000. Burada 10 değildi, onun kubu oldu 1000. 1000 değildi, kilometrlə 1000'in arası, böyle boş olanda, üst üstüne olmayanda. Kubun olanda olacaq 1000'in kubu da. 1000'in kubu da olur 1 milyar. Yani 1000 vur 1000. 1 milyon, 1 milyon dibine vuranda 1 milyar. Yani 9'dan 0. Düz yazdım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Rəssam, heç bu bizə lazım deyil. Hələ belə yazdım sizin üçün. Artıq sən nə sual verir versin həcm vahidlərindən. Məsəl üçün sənə deyir ki, Rasim, 5 kub santimetr eləyik də, bayaqdan metrin istifadə. Bu 5 kub santimetr neçə kub millimetrdir? Əvvəl görsün, qorxmursun. Deyirsən ki, nə var ki burada? Bir dənə kublara fikir verməyin. 1 santimetr neçə millimetrdir? Bunu bilirəm də, hamımız bilirik. 10. Əvvəlsəm, onda kubla da olanda onun kubu neçə eləyir? 10 vur, 10 vur, 10. 1000. Vəssam, 5'i 1000'ə vuracam, 5000. Yəni, hələ santimetr, millimetr kimi eləyəndə, bu dəfə sadəcə kub olduğu üçün, yəni, santimetr, millimetr içində 5'i 10'a vurmayacaqdın. Bu dəfə 5'i 10'un kubuna vurursan. Başa düşdünüz? Bir dənə də göstərəm. Məsəl üçün, 1 kub metr neçə kub desimetrdir? 1 deməyim də, qoy burada başqa yer yazın. 7. 7 kub metr neçə kub desimetrdir? Sən ki, mən kublara fikir verməsəm 1 metr neçə desimetrdir? 10. Normalda mən 7'ni 10'a vuracaqdım da. Yəni bu kublarla yox, hələ bədə 7 metr neçə desimetrdir.
Bu da 7-ni ona vuracağım. Amma 7-ni ona yox. Nəyə? Onun kubuna. Çünki kubu da axı. Salam. Həmçinin kiçikdən böyük, bir dənə kiçik də göstərim. Tutaq ki, mənə deyir ki, 3 kub millimetr neçə kub santimetrdir. Yəni deyirəm ki, millimetr, santimetr 10, santimetr ilə millimetrin arası 10 idi. Kubsuz baxanda 10 idi. Kub da onun kubu 1000'dir. Deməli, məsələn, 3'ü ya 1000'ə vuracağım, ya 1000'ə böləcəm. Amma baxın, bu dəfə balacanı böyüyə çevirirəm. Mən də bilirəm, kiçiyi böyüyə çevirəndə millimetr, santimetrdən balaca axı soldadır. Kiçiyi böyüyə çevirəndə bölmək lazım. Məsələn, 3'ü onda 1000'ə vurmayacağım. 1000'ə böləcəm, cavab olacaq 1000'də 3 kəsirəm. Heç qorxursan ki. 1000'də 3. Və salam. Hə, bir dənə həcm vahidləri üçün bir dənə əlavə söz deyəcəm. Yadda saxlayın. 2 dənə olacaq, düzdür. 1 litr var. 1 litr də hələ öyrəndiyimiz kub desimetrlə eyni şeydir. Yəni bəzi məsələlərə görürsünüz ki, 5 litrdən daha önce birinci hələ o 5 kub desimetr deməkdir. Yəni çünki 1 litr hələ 1 kub desimetr deməkdir. Bir də millilitr söhbəti var. 1 litrin özü də 1000 millilitr sayılır. Bax, tezdən deyirəm. 1 litr 1 kub desimetrdir əslində. Yəni litrlə bir şey görürsünüz, ki, o hələ kub desimetr deməkdir. Eyni şeydirlər bir-birinə. 1 kub desimetr, 1 litr eyni şeydir. Və 1 litr özü də balaca hissəyə bölsək, 1 litr 1000 millilitrdir. İndi görüm ağzınıza gələn əslində 1 millilitr nəyə uyğun olar? Bax. Öyrənmişdik də millimetr, santimetr, desimetr, besdir bu qədər. Bax. Bunlar kubla olanda, kubla olmayanda bunlar arası 10 idi, hə? Kubla olanda onun kubu 1000 idi. Onda sən buradan deyə bilərsən də 1 kub desimetr 1000 kub santimetr. Düzdür, 1000 də axarlar. 1 kub desimetr 1000 kub santimetrdir. 1 litr də 1000 millilitrdir. Bu hələ kub desimetrlə eynidirsə, onda 1 millilitr hələ həm də 1 kub santimetr deməkdir də. Bu bilmə sözdə olar, amma məntiqini tutmaq istəyənlər tuta bilər. Bunu lap tezdən bir dənə ümumiləşdirin, bax üçün. Bu o qədər vacib deyil, amma qeyd etmişkən deyək. Bax tezdən deyək. Birinci yadda saxlayın, 1 litr hələ 1 kub desimetr. Bu 1. 1 millilitr əslində hələ 1 kub santimetr deməkdir. Daha səliqəli. Yaxşı. 1 litr 1 kub desimetr deməkdir. 1 millilitr 1 kub santimetr deməkdir. Bir də bunu öyrən. Vəssalam. 1 litr 1000 millilitr deməkdir. Bu üçünü bir besdir. Əlavə olaraq. Çevirmələr olsa asan idi. Əlavə olaraq bilgən ki 1 litr 1 kub desimetr deməkdir. 1 millilitr hələ 1 kub santimetr deməkdir. Sadəcə adını dəyişib belə deyirlər. Hələ bir 2 dənə adı var. 1 litr də 1000 millilitrə bərabərdir. Bax doğrudan 1 kub desimetrdə 1000 kub santimetrə bərabərdir. Bayaq onu göstərmək istəyirdim. Onsuz 1 litr ilə 1 kub desimetr eynidir. 1000 millilitr 1000 kub santimetr. Görürsünüz? Doğrudan bir-birinə uyğun gəlirlər. Onsuz demişdik də bərabərdir. Vəssalam. Biz nələr öyrəndik? Uzunluq, yadımdan çıxan bir şey yoxdur, belə xırdalıq fikirləşirəm. Uzaq yadımızdan bir şey çıxan şey olsa, suallarda qabağımıza çıxanda yadımıza düşəcək və onu mən deyəcəm. Amma məncə yoxdur. Uzunluğu dedik, sahəni dedik, sahədə əlavə olaraq hektar, ar, sot bunları dedik. Həcmi dedik, əlavə litr, millilitr bunu dedik. Vəssalam, qaldı 3 dənəmiz. O 3 dənənin ikisi ümumiyyətlə asandır. Nədir? Kütlə vahidləri, zaman vahidləri. Kütlə vahidlərinin hamımız bilirsiniz uşaqlıqdan. Ən sadəsindən başlayıram ki, hamımız bilir ki 1 kilogram 1000 qramdır. Yəni bunu bilməyən yoxdur aramızda. Balacalıqda hamımız bilir ki 1 kilo 1000 qram deməkdir də. 1 kilogram 1000 qram deməkdir. Və əlavə olaraq 1 qram özü də 1000 milliqram deməkdir. Bunları əzbərləyin. Sonra çəkilərdən, 1 sentner 100 kilogram deməkdir. Bunu əzbərlə. Görsün hardasa 1 sentner yazılır, 100 kg, 2 sentner 200, 5 sentner 500, 7 sentner 700. Da oralar sualları tətbiq edəcəklər. Bunu hamısı bilirsiniz. 1 ton da, bunu da hamısı bilirsiniz, 1000 kilogram deməkdir. Vəssalam. Bir də tonla sentner arasında münasibət var. 1 ton 10 sentner deməkdir. Bunu da xüsusi əzbərləməyə ehtiyac yoxdur. Çünki 1 ton 1000 kilogram deyil. 1 sentner də 100 deyil. Deməli 10 dənə 100 bizə 1000-i verir də. Yəni 10 dənə 100 1000-dir. Yəni 10 dənə 1 sentner 1 tondur. 1 ton 1000-dir axı. Doğru 1 ton 10 sentnerə bərabərdir. Bu da bu məntiqdən çıxarıblar, yazıblar. Əzbərləyin, yadınızdan çıxanda isə bir-birinə uyğunlaşdırıb rahat şəkildə tezdən o düsturu özünüz çıxarda bilərsiniz. Düstur da deyil heç. Vəssalam. Kütlə vahidləri də bunlar idi. Keçdik uzunluq vahidlərinə. Uzunluq vahidlərini də hamımız biz uşaqlıqdan, mən yenə də qeyd edirəm. 1 dəqiqə 60 saniyədir. Düzdürmü? 1 saat 60 dəqiqədir. 1 sutka və ya bir gün də deyirlər 24 saatdır. 1 həftə
7 gündür, yəni 7 sutkadır. Sonra qaldı. Bir əsr, sını yazmadım, əsr 100 ildir. Sonra var, bunlar hamısı birisi ona görə tez-tez gəlirəm. Yəni əsr, məsir, bunlar hamısı mümkün deyil, bilməyəsiniz. Mən yenə də deyirəm. Bir də bir il söhbəti, il bəzən 365 gündür, bəzən 366 gündür. Bax, məsələnin şərtinə. 1, 2, 4 ildən 1, 366 olur da. Bunu yaş məsələndə öyrənmişdik ki, il əgər 4-ə tam bölünürsə, məsəl üçün də 2004-cü ildən danışır. 2004 4-ə tam bölünürsə, deməli həmin il fevral 29 olub. Yəni günlərin sayı 366 olub. Yox 4-ə bölünürsə, deməli həmin il günlərin sayı 365 olub. Yəni fevral 28 olub. Bu yaş məsələn daha çox tətbiq olunur, amma yenə də dedim. İndi işdir birdən üstdən bir həftə 7 gündür bilirik biz. Bizə deyir ki, yox bir həftə neçə saatdır. Bunu daha əlavə şey kimi verməyək də. Bir həftə 7 gün olduğu bilsən, saatı çevirmək də sənin üçün işlədir. Çünki bir gün 24 saatdır axı. Onda 7 gündə 7 24-də vurursan 168 saatdır deyəcəksən. Birdən məndən soruşdular, 1 saat neçə dəqiqədir, yox, neçə saniyədir. Sən bunu demədin axı Rasim. Bunu özün çevir də. Sən bilsən də 1 saat 60 dəqiqədir. Hər dəqiqə də 60 saniyədirsə, onda 60 dəqiqə neçə saniyədir? Hər dəqiqə 60-da 60-a vuracaq, olacaq 3600 saniyə. Yəni buralarını artıq normal məntiqlə özümüz rahat şəkildə bilirik. Yəni inanmıram ki, buraya qədər gəlib bu məntiqi olmayan adam olsun. Zaman vahidləri qurtardı, Gəldik nəhayət sürət vahidlərini. Əslində sürət vahidlərini biz sürət məsələni öyrənmişik. Yaxud sürət məsələlərinin mövzu sahəsində var. Detallı şəkildə öz ən birinci mövzu sahəsində sürətə aid ümumi anlayışlar idi də. Detallı sürət vahidlərini izah eləmişik. İndi yenə də yada salacağam. Sürət vahidləri nə idi? Kilometr böl saat. Və ya metr böl, belə yazın, belə yazacağım. Metr böl saniyə. Və ya metr böl dəqiqə. 5-3 dənəsi. Əsas ən çox işlənən bunlar sürət vahidləridir. Yaxşı, bu sürət vahidlərinə fikir verdiniz. Filan şey böl filan, filan şey böl filan, filan şey böl filan. Sürət necə tapılırdı? Öyrənmişik də sürəti. Deyirsiniz ki, V bərabərdir S böl T. Yəni S gedilən yoldur, T zamandır. Yolu zamana bölü. Doğrudan bura bax. Yol, kilometr yolu göstərir. Zaman bax. Yol, metr, zaman, saniyə. Yol, metr, zaman, dəqiqə. Doğrudan da bunun ölçü vahidində də nə olur? Yol zamana bölünür. Yəni uzunluq vahidini nəyə bölürlər? Zaman vahidinə bölürlər. Deyirsən, mən uzunluq vahidini də öyrənmişəm, zaman vahidini də öyrənmişəm. Onda bu mənə asan olmalıdır. Təbii ki, asan olmalıdır. Təbii ki, asan olmalıdır. Baxın, indi məsəl üçün, mənə deyirlər ki, 54 kilometr saatı, mən sizə deyirəm birbaşa, deyirəm 54 kilometr saatı çevir mənim üçün aşağı yazımda metr böl, biraz bu üzə yazım, metr böl saniyəyə. Sən üçün bir dəqiqə, ay Rasim, sən mənə heç öyrətmədin axı, sürət vahidləri necə çevirirlər, necə çevirim? Deyirəm, mən öyrətməmişəm, amma sən bilirsən. Sən necə bilirəm? Deyirəm ki, özün demədin ki, mən kilometri metrə çevirməyi bilirəm, saatı dəqiqəyə, saniyə çevirməyi bilirəm. Yəni mən uzunluq vahidlərini də öyrənmişəm, zaman vahidlərini də öyrənmişəm. Sən deyirsən ki, öyrənmişəm, bunu bilmirəm. Deyirəm, mümkün deyil sən bunu bilməyəsən. Nə üçün? Çünki bax 54-ü yazdım bura. Burada nə deyir ona deyirsən? Bax kilometri sən metrə çevirirsən, saatda saniyə düzdür. 1 kilometr neçə metrdir? Deyirsən 1000, bunu bilirəm. Deyirəm, fəssalanda deməli 54-ü vurmalısan 1000-ə də. Burada böl var, sən də böl yazırsan. Bax kilometr böl saat, böl, sən də böl yazırsan. İndi sən burada saat saniyə çevirsən. 1 saat saniyədirsə 3600, onu bilirəm. Yəni 1 saat 60 dəqiqə 3600 saniyədir o da. 4 saat gəlir. Nə işləyirsən bilmirəm. Bilirsən də, burada əzbərləməyə bir şey yoxdur. İxtisarların getdi 2-0 buradan, 2-0 buradan, 54 vur 10 540. Gəl bunu 18 hesab 2, 18 hesab 3, 3 vur 10, 30, 30 böl 2, 15. Yəni cavab oldu 15 metr böl saniyə. Yəni 54 kilometr saat 15 metr böl saniyə imiş. Deməli burada çətin bir şey yoxdur. Sürət vahidlərini bir-birinə çevirəndə töz silməyim də, qovunlar qalsın burada. Sən nə edirsənmiş? Heç nə. Hələ baxırsan ki, bunu nəyə çevirirsən? Bunu nəyə çevirirsən? Vurub bölürsən. Bax, nə demək istəyirəm, bir dənə göstər. Tutaq ki, qoy bu dəfə bir dənə belə bir şey yazaq. Qələm götürməmişəm, 72 kilometr saatı mənə deyiblər ki, çevirgi nə? Metr böl dəqiqəyə. Metr böl dəqiqə ilə bizə göstərdirlər lazım. Deyirəm, yaxşı. Əzbər üsul demişdilər bizə. Yox, əzbər üsul lazımdır, məntiqlə. 72-ni yazıram öz yerində. 72 vurulsun. Kilometri metrə çevirəcəm də. 1 kilometr neçə metrdir? 1000. Onda 72-ni 1000-ə vuracam.
Bölünsün. Ha belə alın sırasın. Böl var da, hər birində böl var da kilometrdən sonra. Yəni minə vurdum, sonra böl yazmalı. Bölünsün. İndi saat dəqiqəyə çevirməli deyirəm. 1 saat neçə dəqiqədir? 60. Böl 60. Vəssalam. Cavabın cavabı hazır. Deməli bir dənə 0 buradan, bir dənə 0 buradan getdi. 72 bölü 6, 12, 12 ilə 100-ə böləndə 1200. Vəssalam, gəlin. 1200 metr böl dəqiqə. Təbii ki, sürət məsələlərinin mövzularına baxsaq, orada daha detallı, daha çoxlu tapşırıqlarla, daha çox nümunələrlə göstərmişik. Mən sadəcə burada yada salıram da. Yəni ki, sürət vahidlərini bir-birinə çevirmək çətin məsələ deyil. Amma burada yadda saxlamalısan. Biz nə öyrənmişdik? Böyüyü kiçiyə çevirəndə vururuq, kiçiyi böyüyə çevirəndə bölürük. Yəni bir dənə beynində sual yana bilər ki, Rasim, biz burada həm vururuq, həm bölürük. Yox, hələ şey deyil. Burada özünün vurma bölməsi var, onu edirik. Başa düşürsən? Yəni 72 vur, böl. Yəni kilometr böl saat özü o deməkdir, vur, böl deməkdir. Bu əlavə bir şey deyil. Yəni biz fikir verin, burada 70 kilometr saat metr böl dəqiqə çeviririk. Təbii ki, böyüyü, bunlar böyüdür də. Kilometrlə saat, metrlə dəqiqədən böyüdür. Təbii ki, biz nə edirik? Böyük ölçü vahidini kiçik ölçü vahidinə çevirdik və çox asan da bizim üçün qaydadır. Amma hətta mən bunu sürətin mövzu izahında tənasüblə falan da göstərmişəm ki, kim istəyir tənasüblə də eləyə bilər. Hə, amma bizə kiçik ölçü vahidini verəcəklər. Məsəl üçün bizə deyəcəklər ki, 20 metr böl saniyəni çevirgi ilə kilometr saata. Bayaqdan kilometr saatı metr böl saniyə çevirgilə çox asan idi. Bax tezdən elə. Mənə deyəndə kilometr saatı metr böl saniyə çevir nə edirdim? Buradakı ədədi, əgər bunu desə də kilometr saatı metr böl saniyə çevir. Vururdum 1000-ə, çünki 1 kilometr 1000 metr deməkdir. Xüsusi əzbərləməmişəm. 1 saat da 3600 saniyə deməkdir. Vururdum 1000-ə, böldüm 3600-ə. Bax böldü burada var da. Vur 1000-ə, böl 3600-ə. Elə eləmirdik. Burada eyni şey eləməliyik də. Amma burada kiçik böyüyə çeviririk. Onu tərsinə edəcəyik. Yəni sən belə olanda kiçik böyüyə çevirəndə yenə də düşünürəm ki, mən böyüyü kiçiyə çevirəndə nə edirdim? Çünki böyüyü kiçiyə çevirəndə 1000-ə vurub 3600-ə bölürdüm. Onda kiçiyi böyüyə çevirəndə tərsinə elə. Yəni 1000-ə vurub 3600-ə bölmürdün. İndi 3600-ə vur 1000-ə böl. Yerlərini dəyiş. Bəs nəsə yerlərini dəyişir? Çünki biz demişdik kiçiyi böyüyə çevirəndə tərsinə fırlanır. Yəni böyük kiçiyə çevirəndə nə edirdik? 1000-ə vurub 3600-ə bölmürdük. Böyük kiçiyə çevirəndə. Amma kiçiyi böyüyə çevirəndə deyirəm bölməliyik. Böləndə də bölmə məndirsən də bölmə vurmaya çevrilir və bu tərsinə fırlanır. Yəni 1000 düşür aşağı, 3600 çıxır yuxarı. Bax, 3600 çıxır yuxarı, 1000 düşür aşağı. Yəni məntiqi budur. Amma sən elə loru olaraq yadda saxla ki, böyük kiçiyə çevirmək çox asandır. Onsuz da özləri mənə göstərir kilometr, metr tap, 1000-dirsə 1000-dir. Saat dəqiqədir bu mislə tərəfləri. Yəni 60-a böləcəyəm və ya saat saniyədirsə 3600-ə böləcəyəm. Yəni baxan kimi görürəm də. Çünki mən öyrənmişəm ayrı-ayrı uzunluq vahidini çevirməsini və zaman vahidini çevirməsini. Amma kiçik böyüyə çevirəndə də böyük kimi fikirləş, yəni böyük kiçiyini çevirərdim. O cür fikirləş, amma sonra tərsinə elə. Çünki sən kiçik böyüyə çevirirsən. Çünki orada bölmə yanır. Bölmədə də ikincidə tərsinə fırlanır, ona görə tərsinə fırladırıq. Və sən burada 100-ə ixtisar gedir. 20 ilə də 10 ixtisar gedir. 2, 2 vur 6, 36, 72. Yəni 20 metr böl saniyə 72 kilometr saat imiş. Bu sürət vahidlərini də bitiririk. Mövzularını sizi çox yormaq istəmirəm. Sürət vahidlərini daha detallı öyrənmək istəsə ki, onsuz da öyrənməliydin bu videoya gəlib çatana kimi. Sürət məsələlərinin mövzu izahında biz daha detallı, burada detallı dedim ha, amma orada daha çox vaxt ayırmışıq. Burada ümumi mövzudur axı. Ona görə bunun haqqında yarım saat danışa bilmərəm də. Hər saat yarım saat danışsam, altdan yarım saat 3 saatlıq videolar, hələ mövzu izahı olar, yorular sözündə bezərsin. Onsuz da mən də çox danışanam. Sürət danışıram ki, heç çox danışmam görə bilinməsin, video böyük olmasın. Belə, növbəti videoda artıq bunlar yaxşı-yaxşı öyrənmişsinizsə, növbəti videoda bu öyrəndiklərimizi tətbiq eləyəndən sonra 5-10 dənə testdən sonra, əgər mənim video izahıma baxsınız, mən hamısının izahını verəcəm təbii ki. 5-10 testdən sonra deyəcəksiniz ki, Rasim, sən mənə lazımdır, özüm özümüz ardını rahat getdik. Arada ola bilər bir dənə, iki dənə ilişərsiniz, gəlib baxarsınız. Çünki mən dənə hər birinin izahını vermiş olacağım. Bu videoluk bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.